Salam hörmətli izləyicilərim. Bugün belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bu da belə bir toxunması da çox elə çətin naxış deyil. İlməklər də ki 4-4 götürürük ilməkləri milin üstünə. Rezinka hissəsində kim necə istəyir hələ toxuya bilər. Sapım da ki 100 qramlıq 350 metrəlik sapdır. Bunun üçün belə bir sap götürürəm milimin üstünə. Qısa formada yığacağım milimi. 4-4 ilmədən əmələ gəlir. Ona görə 16 ilmək yığacağım. 2 də kənar ilməyi. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 ilmək, 2 də kənar ilmək yığıram. 18 ilmək. İndi mən rezinka toxumayacağım. Kim nə qədər istəyir, nə fason istəyir rezinka toxuya bilər. Mən bu yüzden indi tərs toxuyacağım bütün ilməkləri. Birinci ilməyi də toxuyuram. Birinci sıra olduğuna görə qalan ilməkləri də hamısını tərs toxuyuram. Tərs yüzdən də bir sıra tərs toxuyacağım. Birinci ilməyi götürürəm, toxumuram. Qalan ilməkləri hamısını tərs toxuyuram. Buradan bir sıra yenə tərs toxuyuram. İndi tərs yüzündən birinci ilməyi götürürəm, toxumuram. Qalan ilməkləri düz toxuyuram. Belə.
Kenar ilmeği də tərs toxudum. İndi bura düzdür. Bütün ilməklər tərsdir hamısı. Birinci kənarı götürürəm. Bir tərs ilmək götürürəm. Burada bu 1, 2, 3 ilmək. 3 ilməyin ortadakı ilmənin ortadan buradan belə götürürəm. Sonra bu 3 ilməyi toxuyuram. 1, 2, 3 ilməyi toxudum. Bu götürdüyüm ilməyi bu ilməklərin üstündən keçirdirəm belə. Yenə bir tərs toxuyuram. Yenə də bu 3 ilmək. 3 ilməyin ortadakı ilməyin belə aşağısından bir ilməyi götürürəm. Sonra bu ilməkləri yenə düz toxuyuram. Bu artırdığım ilməni yenə buradan götürürəm. Bu 3 ilməyin üstündən keçirdirəm. Yenə bir tərs bu 3 ilməyin buradan götürürəm. Bu ilməkləri düz toxuyuram. 2, 3. Artırdığım ilməni yenə götürürəm. Bu ilməklərin üstündən keçirdirəm. Yenə tərsi toxudum. Bu 3 ilməyin də yenə ortadakı ilmənin altından götürürəm. 1, 2, 3 ilmək. Toxudum. Bu artırdığım ilməni yenə üstdən keçirdirəm. Yenə kənarda tərs toxuyuram bir ilmək. Bu da kənar ilməkdir. İndi arxa tərəfdən kənarı götürürəm. Yenə bu tərsi də düzü də hamısını ilməkləri düz toxuyuram. Bütün ilməkləri tərs toxuyuram. Düz toxuyuram. Arxa özdən. Birinci kənar ilməyi tərs toxudum. İndi bu yüzden yenə bir sırada toxuyuram. Boyun naxış görünsün. Tərsi kənarı götürdüm. Bir tərs toxudum. Yenə burada 1, 2, 3 ilmək. Ortada ilməyin aşağısından belə götürürəm. Bunları düz toxuyuram. 3 ilməyi. Sonra bu artırdığım ilməni yenə bu 3 ilmənin üstündən keçirdirəm belə. Yenə tərsi toxuyuram. Bu 3 ilmənin altından 3-cü ilmə, ortadakı ilmənin aşağısından bunu götürürəm. Bu 3 ilməni düz toxuyuram. Sonra bu götürdüyüm ilməni bunların üstündən keçirdirəm. İlməklərin sayı artma, eksilmə olmur. Yenə tərsi götürdüm. Bu ikinci ilməyin ortasından götürdüm. Sonra bu 3 ilməyi yenə toxudum düz. Bu artırdığım ilməni yenə belə üstündən keçirdim bu tərəfə. Yenə bir tərs, yenə bu 3 ilmənin ortadakı ilmənin altından götürürəm. 1, 2, 3 ilmək. Yenə bu artırdığım ilməni götürüb bu 3 ilmənin üstündən keçirdirəm. Yanındakı tərsi toxuyuram. Bir də kənar ilməyi belə toxudum. Formada. Arxa tərəfdən yenə
kənarı götürdüm. Qalan ilməkləri hamısını düz toxuyuram. İki sıradan əmələ gələn bir naxışdır. Bu formada. Bu əvvəl toxuduğumdur. Bu da belə. Sağ olun. Əgər bəyəndinizsə abunə olmağı, bəyən düyməsində basmağı unutmayın. Gələn videomda görüşənə qədər.